Axşamınız xeyir olsun. Uğuru yatırmışam. Ətrafı toplamışam. Biraz da xəstəyəm. Ona görə səsimə görə üzürlü sayın əvvəlcədən deyim. Bundan sonraki videomuzda böyük ehtimal ki Ramazana hazırlıq videosu olacaq. Orada Ramazan üçün buzluq hazırlığı tipində. Həmin video üçün yemək hazırlayıram. Günümü də vlog elədiyim üçün istədim bunu da ora qatım. Uzun versiyası o videoda olacaq, qısa versiyası bu videoda olacaq. İndi başlayıram. Pomidor biber dolması. Mən badımcan sevmirəm. Yoldaşım da sevmir. Hətta o sadəcə pomidor sevir. Ona görə də biraz ona, biraz mənə sadəcə pomidor və biber olacaq. Buzluqda hazır soğanım var, çəkilmiş, doğranmış yəni. Onu qatacağım. Ətimi buzluqdan çıxarmışdım bir neçə saat əvvəl. Onu qatacağım. Bunu alaq bura. Qapağı qoyum bura. Ümid edirəm ki, bu iki dənəsi bəs olacaq bizə. Əgər olmasa, qızarana yaxın xaladelnikdə qızarmış soğanım da var. Anamdan qalan miraslar. Qızarmış soğanım da var. Biraz da ondan əlavə edib, əti ondan sonra üstünə əlavə edəcəm inşallah. Kızaran fason olsun. Yağı da birazdan əlavə edəcəm və yağı sırası tökürəm üstünə. Soğanlar biraz yumuşalar, suyunu tam çıxardır. Yağı ondan sonra əlavə edirəm. Burada deyəsən video çəkdiyimi unudub danışmamışam. Biberlərin içərisini çıxardıram. Biberlərin üzərində qapağı qoymağı xoşlayıram deyə tam yuxarı hissəsini kəsmirəm. Bu arada səsimə görə üzrlü sayın, hələ də sağalmamışam. Bu videonu çəkməmin üstünə yəqin ki 2 gün keçib, amma hələ də səsim tutulub qalıb. Videonu əslində ona görə gec yüklədim. Bu şəkildə hamısının içərisini çıxardıram. Sonra isə doldurmağa davam edəcəyik. Siz bilmirəm necə, amma biz pomidorların içərisini ayrı bir qaba çıxardırıq. Sonra o həmin pomidorun içərisindən çıxan ətli hissəni, sulu hissəni xırdalayıb kənarda bişirdiyimiz ət soğanın, yəni dolmanın içliyinin üzərinə əlavə edirik. Hətta mən üzərinə markov rəndələyirəm. Məncə dadını dəyişir. Ən azından sadə ət, soğan olmağından daha yaxşı olar. Bir də biz dolma içliyinin üzərinə biber doğrayırıq. Biz dediyim, yəni mən ailədə elə görmüşəm, mamamdan öyrəndiyim qədərilə. Yəqin ki, mamam videonu görsə deyəcək ki, biberləri yenə tək-tək doğrayırsan əlində, tez doğra. Amma mən hamısını bir yerdə doğraya bilmirəm. Yenə də olar deyə düşünürəm. Hər kəs bildiyi kimi eləsin. Pomidor, biber, markov falan da əlavə elədim. İndi qoyacağım, ağzını bağlayıb biraz qaynasın. Qaynasın, yumuşalsın, biberi falan içində. Markovu biraz ərisin, pomidor biraz ərisin. Ondan sonra tam belə bişməyə yaxın noxud, reyhan doğrayırıq. İndi duzunu istiyordum töküb qoyacağım o heç.
Bir də ən sonda biz darçın əlavə edirik biber dolmasına. Reyhan, darçın. Ondan sonra heç nə, pomidor, biberin içine duzlayıb, istiyodlayıb, içine yığıb qoyacağım. Bişirməmiş qoyacağım buzluğa, onu da əvvəlcədən deyim. Çünki bişirib qoyandan sonra təkrar isidəndə partlayır, dağılır və s. Amma belə bişirməyib qoyanda ilk bişirəndə necə dad alıramsa elə olur. Tudu. Ət otu yəqin ki, mənim uşaqlığımdan bu yana yeməklərdə həmişə mamam istifadə edirdi ət otunu. Demək olar hər yeməyə, amma istisnasız yəqin ki, hər yeməyə tökülür bizdə. Bizim evdə. Məndə də adət qalıb. Elə bilirəm ki, bütün yeməklərin dadını ət otu verir. Ət otu tökmədən, yəni çox az bir yemək olar ki, mən ona ət otu tökməyim. Bilmirəm, yəqin ki, hər kəsin evindən ona yadigar qalan bəzi xüsusiyyətlər var. Məndəkilərdən də bir ət otudur. İndi bir dənə bunun qapağını bağlayacağım. Üzərinə də bir balaca su əlavə edib qoyacağım pişsin. Tam yağa düşəndə, bu da mamamın sözüdür. Yağa düşəndə şeydir, noxud, bir də bayaq dediklərimi əlavə edib dolduracağım. Bu bitti. Pomidor biberin içine duz istiyor karışımı. İşte dolduracağıq bu kadar. İstəyirəm birinci pomidorlardan başlayayım. Onların hamısını eləyim. Onu eləyib koyacağım. Burada ise bir pomidorları, ilk önce pomidorları elədim. Pomidorları, biberləri, duzunu, istiotunu vururam içərisinə. Amma bunu dolmanın içliyinə uyğun olaraq eləyirəm. Məsələn, dolma içliyim əgər duzu azdırsa, pomidorların, biberlərin içini biraz əlavə duz qatıram. Ya da məsələn, dolma içliyim biraz duzludursa, hətta elə vaxt olur ki, dolma içliyim duzlu olur. Amma mən pomidorun içinə duz vurmuram. O onu ortalayır.
Mən adətən biberlərin başında belə qapaq qoyuram. Çox sevirəm bu görüntünü. Amma burada bəzi məsələn bunlar var. Bunların qapağı yoxdur. Oğlumun ad günündə mama ilə belə biber dolması falan eləmişdik. Ondaydı səhv eləmirəmsə, hə. Bunlar ondan qalıb. Artıq qalanları mən buzluğa atmışdım. Biraz yumuşalıblar, amma yəqin ki problem olmaz. Bundan başında qapaq yoxdur. İndi fikirləşirəm ki, hərəsi bir cür olacaq, amma yenə də olsun, ev yoxdur. Hamısını doldurdum, amma ərtim qaldı. 2 dənə pomidor xaladelikdən götürüm, hazırlayım. Davamını doldurub qutuya belə bu tavada yox. Buzluğa pişirmədən qoyacağam. Qablarım da yoxdur. Afərin. Görüm indi nə də qoyacağam. Yəqin ki bugün doldurmaram onda. Bu vəziyyətdə qoyuram xaladelnikin yuxarısına, buzluğuna yox da. Vəsə qızlar, hamısı doldu. Demək olar ki tamdır. Bunun dibində qalanda yoldaşımın qismətidir deyə düşünürəm. Hər kəsin bir qisməti var. Çünki o sona qalanda belə verirəm ona, həll eləyir.